Demək, keçirik bugün feilin şəkilləri. Uşaqlar, diqqətlə qulaq asın. Feilin şəkilləri nədir? Ümumiyyətlə, yadınızda bir şey saxlayın. Feillər şəxsə, zamana və kəmiyyətə dəyişib dəyişə bilməməsinə görə iki yerə bölünür. Şəxsə, zamana və kəmiyyətə görə dəyişir yoxsa dəyişmir. Bu baxımından iki yerə bölünür. Təsriflənən feillər, təsriflənməyən feillər. Təsriflənən feillər şəxsə, zamana və kəmiyyətə görə dəyişir. Yəni orada icra edən şəxs bilinir, hər hansı bir zamanda olur. Bunlar bilinir. Yəni ən azından biri var da, ya şəxs var, ya zaman var, ya kəmiyyət var. Təsriflənməyən feillərdə isə bu üç xüsusiyyətin, yəni şəxs, kəmiyyət və zaman heç birisi olmur. Təsriflənməyən feillərə biz deyirik məsdər, feil-i sifət, bir də nə? Feil-i bağlama. Təsriflənən feillərə uşaqlar, başqa cür feilin şəkilləri də deyə bilərik. Yəni feilin şəkillərində olan feillər şəxsə, zamana və kəmiyyətə görə dəyişir və yaxud da belə deyə bilərik də, işin icrası mütləq şəkildə icra olunmalıdır, yəni tələb olunur. İşin icrası arzu oluna bilər, işin icrası vacib ola bilər, işin icrası lazım ola bilər, işin icrası şəxssiz formada icra oluna bilər, iş hər hansı bir xəbər şəklində göstəricisi, zaman şəklindəsə hər hansı bir zamanda ola bilər və s. Yəni bildiyimiz feilin şəkilləri bu saydığımız xüsusiyyətləri özündə əks etdirir. Deməli, təsriflənən feillər dedikdə ilk ağlımıza nə gələcək? Feilin şəkilləri. Aydın oldu. Qrammatik məna növü ilə şəkilləri qarışdırmayın. Yadınızda bir şey saxlayın. Feilin qrammatik məna növündə növ şəkilçiləri leksikdir. Feil şəkillərinin şəkilçiləri isə necədir? Qrammatikdir. Qrammatikdir. Deməli, feil şəklinin şəkilçiləri necədir? Qrammatikdir. Feilin 6 şəkili var uşaqlar. 6 şəkili var. Hansılardır? Əmr şəkli, arzu şəkli, lazım şəkli, vacib şəkli, şərt şəkli, bir də xəbər şəkli. Dərsimiz biraz geniş olacaq. Çünki orada ortaq şəkilçilər var. Bəli. Feilin şəkillərini sintaktik təhlil eləmək olar. Sintaktik təhlil? Sintaktik təhlil cümlə üzvlərinə görə, yoxsa kök və şəkilçi demək istəyirsən? Yox, mən feilin şəkillərini yazdım. Deyir ki, mən cümlə verir, deyir burada feilin hansı şəkil istəyirəm. Onu bilmək üçün xüsusi göstəricilər var da. İcazə versəydin, izah edərdim, ondan sonra görək necə düzəlir. Aydın oldu. Birinci biz başlayaq nədən? Uşaqlar, əmr şəklindən. Əmr şəkli. Dostum, bunu bir dənə zəhmət olmasa müəllimə denən zaprafik eləsin, doldursun daha doğrusu. Biz başlayalım. Əmr şəklinin uşaqlar nədir? Diqqətlə qulaq asın. Feilin əmr şəklində olan sözlər, feillər, əmr, arzu, xahiş, öyüd, nəsihət. Uşaqlar bəzən elə başa düşür ki, elə əmr deyəndə mütləq şəkildə kiməsin başının üzərində durasan, bu əsgəridə kimi komanda verəsən, bunu gətir, onu gətir, bunu gətir, onu gətir. Xahiş da bura aiddir, öyüd də, nəsihət də hamısı. Feilin əmr şəklinin xüsusi şəkilçisi yoxdur. Xüsusi şəkilçisi yoxdur. Yoxdur. Uşaqlar, bütün feil şəkilləri şəxsə görə dəyişdiyinə görə nə ilə işləyəcək əmr şəklidə? Şəxs sonluqları ilə işlənə bilər. Əmr şəklini bəs biz necə tapacağıq? Digər feil şəkillərinin özünün xüsusi şəkilçiləri var. O şəkilçiləri orada görəcəyik. Amma əmr şəklinin xüsusi şəkilçisi yoxdur. Məsələn, ta ki deyirəm, dərslərini oxu. Nə et? Suzu burada şəkilci görürsən? Təşəkkür. Suzu bir şəkilci görürsünüz uşaqlar burada. Deməli, bu feil hansı şəkildədir? Əmr şəklində. İndi burada əmr məzmunu var. Elə bir komanda verilmiş kimi olursan da, dərslərini oxu, qulaq asın. Dərslərini oxu, bir komanda verilmiş şəklində. Həm də video baxır da, bizi dünyanın bütün yerindən baxa bilərlər. Kəşfiyyətə düşsək. Bir də ki, uşaqlar, bunu belə verə bilər də. Məsələn, ta ki, zəhmət olmasa, dərslərini oxu.
Bu fiil hansı şəkildədir? Yenə də əmrindədir. Və yoxud da belə bilər də, xahiş edirəm ki, dərslərini oxu. Yenə hansı şəkildədir? Yəni biz ancaq əmri başa düşməyək də, komanda verək, bunu elə, bunu elə, bunu elə, bunu elə. Elə deyil. Əmrin içərisində nə var? Xahiş də var, nəsihət də var, öğüt də var, tövsiyə də var və s. Aydın oldu əmr şəkli. Sözü bir şəkilcisi yoxdur. İndi gəlin baxın. Bəzən şagirdlər nə də çaşır? Elə deyir ki, müəllim, mütləq şəkildə kökdən ibarət olmalıdır. Xeyr, şəxs sonluğuna da işlənə bilər. Məsələn, mən dərsimi oxuyum. Baxın uşaqlar, oxu sözün köküdür. Burada nədir? Mən oxuyum. Şahs ol, birinci şəxsin şəxs şəkilçisidir, ya da fikridir. Şəxs şəkilçisinə işlənib. Hər hansı bir başqa bir şəkilçi göstəricisi görürsünüz burada. Deməli, hansı şəkildədir? Yenə də hansı şəkildədir? Əmr şəklindədir. Aydın oldu. Gələk indi digər ən sona xəbəri saxlayacağam. Çünki xəbər şəklini göstəricisi zaman şəkilçisidir. Feilin zamanlarında onunla birlikdə keçməliyik. İkinci nə deyək? Arzu. Arzu şəkli. Uşaqlar, arzu şəklinin göstəricisi, şəkilçisi A üstü 2, Ya üstü 2. Y bitişdiricidir burada. A üstü 2, Ya üstü 2. Arzu şəklində olan feillərdə adı üzərində də işin icrası nə ediləcək? Arzu olunacaq. Baxın, arzu şəklində olan feillərdə arzu ədatları işlənə bilər. Hansılardır? Kaş, təki, barı və s. Bu arzu ədatlarının biri işlənə bilər. Amma mütləq şəkildə işlənməlidir deyə bir şey yoxdur. Məsələn, arzu şəklində necə? Deyirəm ki, dərslərini oxuyam. Eləmi? Oxu sözün köküdür. Ya burada nədir? Yəni işin icrasını nə edirsən? Arzu edirsən də. Bunun əvvəlinə bir dənə nə artıra bilərsən? Kaş da artıra bilərsən. Kaş dərslərini oxuyam. Amma uşaqlar, elə hardır, buyur. Əmr şəklinin icbara oxuyatmaq olur. Xüsusi göstəricisi olmadığına görə, hə? Yəni şəkilçisi yoxdur da heç birisinin. Nə icbara? Necə yəni icbara? Yox, icbarda şəkilçi olmalı da. Məna baxımından ola bilər. Amma təbii ki, bu belə deyim də, burada xüsusi şəkilçi yoxdur. İcbarın dərslərini oxutdur. Sən deyirsən belə də, şəkillə növbə qarışdırma da. Məsələn, bura oxutdur da yazsam, dərslərini oxutdur. Eləmi? Özün yox, başqasını oxutdur. Əslində biraz cümlə məntiqsi alınır, dərsi özün oxumalısan da. Yəni, yazdır olsaydı yenə göstərə bilərdim. Yenə də bu əmirdədir, fərqi yoxdur. Əmrin şəklinin xüsusi şəkilçisi yoxdur sadəcə. Bunu silək, qarşı düşməsin. Deməli, bir dəqiqə səbirli ol. Arzu şəklində işin icrası necə olacaq? Arzu olunacaq. Amma uşaqlar, elə harda arzu ədatı var, qaçım arzu şəkli götürüm, elə yox. Məsələn, barı, belə bir şey verə bilər sənə cümlədə. Barı, Sadiq, dərslərini oxu. Burada arzu ədatı var. Eləmi? Təki dərslərini oxu. Amma feilimiz hansı şəkildədir? Əmr şəklindədir. Çünki niyə? Göstəricimiz yoxdur burada. Yəni, arzu şəklinin arzu ədatı var, amma arzu şəklinin şəkilçisi olmadığına görə biz buna nə deyəcəyik? Əmr şəkli. Yəni, ən birinci biz arzu şəklində olan feilin göstəricisini görməliyik, şəkilçini görməliyik. Ondan sonra ikinci olaraq arzu ədatı artıra bilirik, yoxsa bilmirik, o sonraki işdir. Ən vacib məsələ nədir? Arzu şəklinin şəkilçisi gözümüzün önündə nə etməlidir? Olmalıdır. Başa düşdün? Yenə bunlar da təbii ki, nə ilə işlənə bilər? Şəxs sonluqlarına işlənə bilər. Məsələn, yazlarımı yazam. Yazmaqdan yazamı da şəxs sonluğudur. Arzu şəklində olan kaş mən dərslərimi yazam, yazlarımı yazam və s. Üçüncü nədir? Vacib şəkli. Vacib şəklinin şəkilçisi hansıdır uşaqlar? Malı üstü 2, yəni malı, məli. Məsələn, yazmalıyam. İşin icrasının nəyidir? Vacib olduğunu vurğulayır. Arzuda arzu edir.
Vacibdə isə vacib olduğunu. Göstəricisi nədir bəs? Malın məli şəkilçisidir. Yəni şəkilçi mütləq şəkildə gözümüzün önündə olmalıdır. Yazmalıyam, yazmaqdan malı vacib şəkli, bu da şəxs sonluğu mən yazmalıyam. Və yaxud da ki, getməlidir. Get sözün köküdür. Məli vacib, bir də o getməlidir. Üçüncü şəxsin təkinin şəxs şəkilçisidir. Dördüncü hansıdır uşaqlar? Lazım şəkli. Bəli, lazım şəklinin şəkilçisi hansıdır? Ası üstü ki, işin icrasının lazım olduğunu bildirir. Yazasıyam. Yaz sözün köküdür. Yazası demək lazım şəkli. Bu da mən yazasıyam. Birinci şəxsin təkinin mənsubiyyə, daha doğrusu şəxs şəkilçisidir. Başqa bir nümunə oxuyasıdır. Oxu sözün kökü oxuyası deməlidir da oxuyasıdır. Üçüncü şəxsin təki. Bura kimi aydındır. Deməli, əmr şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli. Beşinci hansıdır uşaqlar? Beşinci şərt şəkli. Şərt şəkli yadınızda bir şey saxlayın. İşin yəni icrasına biz şərt qoyur da. Məzmununda da var şərt qoymaq. Burada şərt şəklində olan feillər bir qeyd kimi də götürə bilərsiniz. Şərt şəklində olan feillər heç vaxt sadə cümlədə işlənə bilməz. Yəni sən bir şərt qoyursansa onun davamı gəlməlidir. Məsələn, tutaq ki, yazını, yazılarını yazsan, bax, vergül mütləq şəkildə qoyulmalıdır. Yazılarını yazsan, fikri bitirə bilərəm burada. Mümkün deyil də, bunun davamı lazımdır. Ona görə sadə cümlənin xəbər ola bilməz. Mütləq şəkildə arada olacaq, mürəkkəb cümlədə olacaq. Yazılarını yazsan, məsələn də tutaq ki, mükafat verərəm. Mükafat verərəm. Şərt qoyursan da, yazmaq, sağ burada şərt şəkli, nı da sən yazsan, ikinci şəxsin təkinin şəxs şəkilçisidir. Aydın oldu. Və yaxud da ki, getsə, mütləq şəkildə bu tipli sözlər də nədə işlənməlidir? Mürəkkəb cümlənin tərkibində. Yəni, sadə cümlənin xəbəri heç vaxt ola bilməz. Yəni, şərt şəklində də hərəkətin icrasının şərtin qoyur. Sanki bir, belə deyək də, bunu etsən, sənə nəsə edərəm. Bir qarşıya şərt qoyursan, ona uyğun hərəkət icra olunur. Aydındır? Bura kimi aydındır. Nəsə qaranlıq deyil. Bax, şimdi xəbər şəkli biraz geniş olacaq. Ona görə onu sana saxlamışam. Əmr şəklinin xüsusi şəkilçisi yoxdur. Arzu şəklində hərəkətin icrası arzu olunur. A, ə, ya, yə. Deməli, vacib şəklində hərəkətin icrası vacibdir. Malı, məli. Lazım şəklində ası, əsi və yaxud da ki, yası, yəsi də ola bilər. Çünki saitlə başlayır. Şərt şəklində şəkilçisi burada yazmamışam. Şərt şəklinin şəkilçisi sağ üstü 2, yəni sasə şəkilçisidir. Kimin qeydi varsa götürür, yəqin götürmüsünüz, götürməsinizsə videodan götürə bilərsiniz. Mən silim buranı, keçək xəbər şəklində. Uşaqlar, bu lazım, vacib və şərt şəklinə yadınızda saxlayın. Xəbər şəklini izah eləyəndən sonra o mövzuya təzədən qayıdacağıq. Niyə qayıdırıq? Çünki vacib şəklinin, lazım şəklinin şəkilçisi fe'l sifətdə də var. Bəs biz onu necə fərqləndirməliyik, onu biləcəyik. Şərt şəkilli sasə isə hissəciyinin qısaldılmış hissəcik keçmiş, ən az orta, mən keçməmişəm, növbəti dərs keçəcəm. Amma ən azından orta məktəbdə 7-ci sinifdə var idi də, fiillərə qoşulan idi, yəni bütün sözlərə qoşula bilir. Bütün əsas idi, imiş, isə hissəcikləri keçmişsiniz yəqin ki, anlayışınız var. İsə hissəciyinin qısaldılmış forması da sasədir. Onları necə fərqləndirməyi biz bilməliyik. İndi keçək feilin xəbər şəklinə. Bizim o böyük bir silgimiz var idi. O hara yoxa çıxdı? İtkin düşdü. Və sən arada nəyə baxırsan burada? Hə. Yaxşı. Deməli, bu silmirəm yaxşı. Getdi xəbər şəkli. 6-cı xəbər
şəkli. Qulaq asın, uşaqlar. Feilin xəbər şəklinin xüsusi şəkilçiləri bütün zaman şəkilçiləridir. Bütün zaman şəkilçiləri. İndi başlayaq biz bir-bir. Feilin zamanları bir, hansı? İndiki zaman. Uşaqlar, indiki zamanda hərəkətin icrası hal-hazırda baş verdiyini göstərir. İndiki zaman şəkilçisi hansıdır? Ir üstü 4. İndiki zaman. Qeyri-qəti də deyil. İndiki zaman şəkilçisi hansıdır? Ir üstü 4. Baxın, bir feil hər hansı bir zaman şəkilçisi qəbul edib hansı şəkildədir? Məsələn, yazır, oxuyur, gedir və s. Bəzən bunu deyim, keçim digər zamanlara. Bəzən uşaqlar ir üstü 4, bəzən indi ümumiyyətlə ir üstü 4 leksik şəkilçi də olur. Amma testlərdə bunu necə sizi çaşdırmaq üçün verir? Müəllim, boşa ırlar gələrsə, biri qrammatik, biri leksik. Bəli, o demişəm. Bax, məsələn, bu köçür sözü, köçür, məsələn, keçir və s. Baxın, köçür sözün bir dəfə leksik kimi düşünmək olar, bir dəfə qrammatik kimi. Əgər versə ki, yazılarını köçür, o Bakıya köçür, qrammatik, yazılarını köçür isə leksik. Yəni, və yaxud da belə yox, belə veribsə, köçürür. Köçürür. Yəni, bunu keçən dəfə sizə demişdim də, ir üstü 4 plus ir üstü 4 ikisi dalbadala gəlibsə, birinci leksikdir, ikinci qrammatikdir. Yəni, birinci feildən feil düzəldən şəkilçidir. İkinci də xəbər yox, indiki zaman şəkilçisi. Yəni, xəbər şəklinin şəkilçisidir. Aydın oldu. İndiki zamanda problem yoxdur ki. İndiki zamanda feilin inkarlığı məsələsinə bir dənə toxunaq. İnkarlıq şəkilçisi hansıdır? Ma üstü 2. İndiki zaman inkarında ma üstü 2 A'sını itirir, qalır nə? M. Bir dənə qalır mı? Baxın, yazır, inkarı nə olacaq? Yazmır. Yazmaq sözün köküdür. M burada inkardır. Ir isə nədir? İndiki zaman şəkilçisi. Şagirdlər kök və şəkilçiyə ayıranda bəzən götürürlər, M-ı birlikdə götürürlər. M deyə bir şəkilçi yoxdur. Deməli, oradakı M nə şəkilçisidir? İnkarlıq şəkilçisidir. Yəni, inkarlıq şəkilçisi ma, nə? İndiki zamanda A saitini itirir, tək qalır nə? M saiti. Yazır təsdiqdə, indiki zamanda, yazmır isə inkarda, indiki zamanda. İkinci hansıdır? Keçmiş. Keçmiş zaman. Uşaqlar, keçmiş zaman iki yerə bölünür. A. Nəqli. Keçmiş zaman. Uşaqlar, nəqli keçmiş zaman nə deməkdir? Nəql olur, gedənmədir. Ümumiyyətlə, nəql sözünü necə başa düşürsünüz? Baş verir. Baxın, nəql sözü nağıl sözündəndir. Nağıl olunandır. Keçmiş zaman iki yerə bölünür. Nəqli keçmiş zaman. Şuhudi. Şuhudi. Şuhudi keçmiş zaman. Şuhudi sözü şahidlik sözündəndir. Nəqli keçmiş zaman nağıl sözündəndir. Yəni, belə başa düşün də. Şuhudi keçmiş zaman, nəqli keçmiş zaman şəkilçilərini yazaq. M üstü 4, bir də I üstü 4. Şuhudi keçmiş zamanı isə I üstü 4. Bax, ən sadə yolunu deyirəm sizə. Nəqli keçmiş zamanda hərəkət keçmişdə icra olub, sən onu görməmsən. Başqası sənə nağıl edib. Şuhudi keçmiş zamanı isə gözü ilə görmüsən onu keçmişdə. Məzmuna baxın, məsələn, yazmışdır. Beləmi? Bax, yazmışdı, keçmiş zamanda yazmışdı. Amma mən onu görməmişəm də, kimsə mənə nağıl edib. Amma bunu yazdı versə, yazdı, nə zaman yazıb? Keçmişdə yazıb. Həm də ona mən nə etmişəm? Şahidlik etmişəm. Başa düşdünüz? Yəni, nəqli keçmiş zamanda hərəkət keçmişdə icra olunub, amma başqalar sənə gəlib, nağıl edib, sənə eşitmisən və sən də onu danışırsan. Şuhudi keçmiş zamanda isə özün öz gözünə şahidlik etmirsən ona. Şəkilçisi, nəqli keçmiş zaman M üstü 4, I üstü 4,
Şuhudi keçmiş zaman şəkilçisi isə D üstü 4. Nəsə burada qaranlıq var? Yoxdur. Keçək üçüncüyə. Gələcək zaman. Gələcək zaman. Uşaqlar, gələcək zaman da özü iki yerə bölünür. Qəti gələcək zaman. Qəti gələcək zaman acaq üstü 2. İkinci hansıdır? Qeyri qəti gələcək zaman ar üstü 2. Yəni, bax, belə başa düşün də. Qəti gələcək zamanda hərəkətin icrası mütləq şəkildə icra olunmalıdır. Yəni, olunmayacağı isə qeyri-qətidədir. Yəni, hərəkət mütləq icra olunursa qətidədir. Yəni, acaq-acaq şəkilçi ilə düzələcək. Qeyri-qəti gələcək zamanda hərəkət icra oluna da bilər. Məsələn, ta ki, belə bir cümlə deyirəm. O, Bakıya gedəcək. Yəni, bunun getməmə şansı var. Mütləq şəkildə gedəcək. Acaq-acaq qəti gələcək zaman. Amma bu belə olsa, o Bakıya gedər. Yəni, gedə də bilər, getməyə də bilər də. Bunun qəti hökmü yoxdur. 50% də gedə də bilər, getməyə də bilər. Başa düşdünüz? Yəni, sabah dərs olar. Ola da bilər, olmaya da, amma olacaq mütləq şəkildə. Tamam, məhdəd olur. Aydın oldu, gələcək zaman. Bura kimi qaranlıq qalmayıb. Əgər bir fiil hər hansı bir zamanda hansı şəkildədir? Xəbər şəklində. Mütləq şəkildə xəbər şəklindədir. İndi gəlin, burada çətin bir şey oldu. Yəni, təsriflənən feillər, bu 6 şəkillərin təsriflənən feil hər hansı birində olacaq. İndi, bəzən şagirdlər əmri tapmaqda çətinlik çəkir. Baxın, əgər vacibdədirsə şəkilçisi gözümüzün önündə olacaq. Lazımda, arzuda, şərtdə, bu dördündə şəkilçi, xəbərlikdə də hansı bir zamanda olacaq. Yəni, burada mənə elə gəlir ki, çətin bir şey yoxdur. Qalır yerdə əmr şəkli, əmr şəklində xüsusi şəkilçisi olmayacaq, hərəkətin icrası əmr olunar, arzu oluna bilər, daha doğrusu xahiş oluna bilər, öğüt, tövsiyə və s. Aydındır, xüsusi bir şəkilçisi də yoxdur. Nəsə bir qaranlıq var. İndi ən vacib məsələlər, şəkilçilərin eyniliyi. Biz necə fərqləndirəcəyik? Hətta burada da var ha. D-da da var, mışda da var. Biz necə fərqləndirəcəyik? Onlara baxaq. Baxın dostlar. Neçə dəqiqə çəkir? 22. Qulaq asın. Deməli, malı üstü 2, bir də ası üstü 2. Bu, malı məli vacib şəklidir. Bir də uşaqlar feil sifət şəkilçisi ola bilər. Əgər, diqqətlə qulaq as, dostum, zəhmət olmasa icazə ver. Əgər malı məli şəkilçisini qəbul edən söz necə, nə cür, hansı sualına cavab veribsə feil sifətdir. Nə etməli sualının müxtəlif formaları, yəni nə etməliyəm, nə etməlisən, yəni mahiyyət etibarla sual nə olsun? Nə etməli? Sualına cavab verirsə, feilin vacib şəkildir. Məsələn, yazılmalı məktub. Baxın, nə etməli məktub, yoxsa hansı məktub? Necə məktub? İndi nə etməli məktub deyəndə gülünc alınırmı? Deməli, buradakı malı məli nədir? Feil sifət. Nə etməli məktub? Bu oldu feil sifət şəkilçisi. Diqqətlə qulaq asın. Bir daha deyirəm. Əgər malı məli şəkilçisi qəbul etmiş feil necə, nə cür, hansı sualına cavab veribsə, deməli feil sifətin şəkilçisi. Amma bunu bu formada versə, məktub yazılmalıdır. Baxın, yazılmalıdır. Məktub necədir, yoxsa nə etməlidir? Burada nə etməlidir? Sualına cavab verirsə nədir? Vacib şəkli. Zərf nədir? Vacib şəkli. Başa düşdünüz? Və yaxud da ki, A səsi var. Yazılası məktub. Hansı məktub? Necə məktub? Yazılası məktub.
Amma bunu çevirib məktub yazılasıdır. Da şəxs onluğu artırmalısan. Yazılasıdır. Nə ediləsidir? Necədir kimi deyək? Abala, məktub necədir yoxsa nə ediləsidir? Deməli bu olacaq nə? Bu fe'li sifət. Bu isə nə? Fe'li lazım şəkli. Aydın oldu. Sonra gələk nəyə? Baxın. Sağ üstü ki şərtdə də var. Şərt şəkilçisi. Bir də sağ üstü ki isə hissəcinin qısaldılmış forması. Bunu necə fərqləndirəcəyik? Bu ididə də var. D üstü 4. İmişdə də var. Muş üstü 4. Onun hər biri deyəcəm. Yadınızda bir şey saxlayın. Feilin kökünə və başlanğıc formasına ən birinci qoşulur şəkil şəkilçisi. Bax, şəklin, hər feilin hər hansı bir şəklinin şəkilçisi. Cümlə qəliz deyil. Bir daha deyirəm. Feilin ya kökünə ya da başlanğıc formasına birbaşa qoşulur hər hansı bir şəklin şəkilçisi. Məsələn, yazılsa. Sözün kökü nədir? Yazmaq. Yazmaqdan yazılmaq. Başlanğıc formamız nədir? Yazıl. Bax, burada başlanğıc formaya və yaxud da ki, bunu yazsa da versə. Yazsa. Yazmaq. Yazsa. Qulaq as. Deyirəm, ya kökə, ya da başlanğıc formaya qoşulubsa, deməli şərt şəkilçisidir. Feil şəklinin şəkilçisindən sonra qoşulubsa, isə hissəcək. İndi qulaq asın. Burada birbaşa başlanğıca qoşulub, burada da kökə qoşulub. İndi bunu başqa cür belə versə, yazmışsa. İndi baxın, sözün kökü nədir? Yaz. Buradakı muş nədir? Keçmiş zaman şəkilçisi. Keçmiş zaman şəkilçisi. Keçmiş zaman şəkilçisi hansı şəklin göstəricisidir? Yəni bir feil bir şəkildə ola bilər də. Bu xəbərdədirsə, bu təzədən gəlib şərtdə ola bilər. Deməli buradakı sasə nədir? İssət. Bu qədər sadə. Bax, yadınızda bir şey saxlayın uşaqlar. Billəmə ilk keçirsiniz bu mövzuları. Amma bunu dərindən bilməlisiniz. Bir feil bir şəkildə ola bilər. Yəni bu xəbər şəklindədir. Eləmi? Bu xəbərdədirsə, təzədən eyni anda gəlib şərtdə ola bilər. Mümkün deyil. Yəni bir feil bir şəkildə ola bilər. Deməli bu xəbərdədirsə, bu sasə nədir? Burada isə istəyəcək. Kökə və yaxud da ki, başlanğıc formasına qoşulubsa bu nədir? Şərt şəklində şəkildir. Yəni bunu fərqləndir. Bəzən isə, bəzən bir tam yox ha. Bəzən də ayıra bilərik. Yazmış isə deyə bilərəm. Yazmış isə. Ayıra bilirəm də isə formasına gətirə bilirəm. Amma bunu yazıl isə deyə bilərsən, alınır. Yaz isə desin, artıq o yaz isə nə olacaq? Oradakı yaz nə olacaq? Bahar yazından söhbət gedəcək. Bu martdakı bayram gəlirlər, o yazından söhbət gedəcək. Qaranlıq qalmadı. İndi eyni qayda D üstü 4. Həm nədir? Keçmiş zaman, ay sol. Həm də nədir? İdi hissəcinin qısaldılmış forması. Eləmi? Biz eyni qaydada əgər kökə, birbaşa kökə və yaxud da ki başlanğıc formasına Tural, dərsdə səni kökə və yaxud da ki başlanğıc formaya qoşulubsa, deməli bu nədir? Keçmiş zaman. Şəkil şəkilçisindən sonra qoşulubsa, ididir. Bax, məsələn, yazdı, oxudu, yazıldı, oxundu. Bax, birbaşa kökə qoşulub nədir? Keçmiş zaman. Oxudu, keçmiş. Yazmaqdan yazılmaq, başlanğıc formaya qoşulub birbaşa. Oxumaqdan oxunmaq, başlanğıc formaya qoşulub, bunlar keçmiş zaman. Amma bunu belə versə, yazmışdı, ay sol, oxumuşdu. Baxın, yazmaq sözün köküdür. Bu hansıdır? Keçmiş. Yəni bir feil keçmiş, iki dəfə keçmiş zaman şəkilçisi qəbul edir. Deməli bu keçmiş zamansa buradakı d nədir? İdi hissəcək. Ölmüşdən başına seçilib söylədim.
Yazıbdı da ola bilər. Bəli, bunu yazıb deyib. Yazıbdı. İndi bax, oxumuş zamandır idi hissəcidir. Yazmaq, yazıb keçmiş zaman. Eləmi? Təzədən bu keçmiş zaman dılsın qəbul edə bilər. Təbii ki, ola bilməz də. Ya nəqlidədir, ya şuhuddədir də. Deməli, buradakı zaman şəkilçisindən sonra qoşulanlar nədir? Zaman şəkilçisi də hansı şəklin göstəricisidir? Deməli, şəkil şəkilçisindən sonra qoşulanlar nədir? İdi hissəcidir. Yəni, ayrı da bilərik. Yazmış idi, oxumuş idi, yazıb idi, rahat şəkildə də ayıra bilirsin. Yazardı. Əgər yazardı sözün, yazardı. Bunu iki cür düşünmək olar. Bu yazmaq sözü arar qeyri-qəti gələcək zamandırsa, burada idi hissəcidir. Eləmi? Adı idi hissəcidir. Başqa cür düşünə bilərik. Yazardır olsa, amma bunu iki cür yox. Yazardır formasında verilibsə, deməli, yazmaq sözün köküdür. Ar, bu yazar, şair düzəldib leksik. Dır da şəxs şəkilçisidir. Yəni, dır da rahat şəkildə belə fərqləndirmə. Bir də qaldı nə? Muş üstü 4. O da eyni qaydadan. Muş üstü 4. Bir keçmiş zaman ola bilər. Zaman. Ay sol. Bir də imiş hissəcinin qısaldılmış forması muş üstü 4 ola bilər. Hə, keçmiş zaman şəkilçisidirsə, yenə də kökə və yaxud da ki, nəyə qoşulacaq? Başlanğıc formaya. Məsələn, yazmışdı və yaxud da ki, oxunmuşdu. Yazmaq sözün köküdür. Birinci mış nədir? Zamandır, bu idi hissəcidir. Oxu sözün köküdür. Oxunmaq, oxunmuşdu. Burada başlanğıc formaya qoşulub. Burada isə nəyə qoşulub? Kökə. Amma mış, imiş formasında, məsələn, yazıbmış. Yazmaq sözün köküdür, eləmi? Bu nədir burada? Zamandırsa deməli mış nədir avtomatik olaraq? İmiş hissəci. Yazıb imiş. Aydındır. Və yaxud da ki, yazırmış. Yazmaq sözün köküdür. Ir nədir? İndiki zaman şəkilçisi. Deməli mış nədir bəs burada? İmiş hissəci. Burada çətin bir şey var. Yoxdur ki. İndi uşaqlar, bizim bir də bilməli olduğumuz məqam qəti gələcək zamanın, yəni acaq, əcək şəkilçisi 3 funksiyanı yerinə yetirir. Hansı funksiyaları baxaq? Bunların hər birinə YouTube'da baxın. Ən vaxt. Bunu baxıb testi rahat şəkildə yerinə yetirə bilərsiniz. Hə. Deməli uşaqlar, şəkilçimiz hansıdır? Acaq üstü 2. Bu 3 funksiyanı yerinə yetirə bilər. Birincisi, feilin zaman şəkilçisi. Zaman şəkilçisi. Əgər nə edəcək sualının müxtəlif formalarına, yəni nə edəcəyəm, nə edəcək, yəni şəxsə görə dəyişmiş formasına da cavab verirsə olacaq nə? Zaman şəkilçisi. Ta ki, dərsini oxuyacaq. Sual verin. Nə edəcək? Oxuyacaq. Deməli, acaq burada nədir? Zaman şəkilçisi. Əgər necə, nə cür, hansı sualına cavab verirsə olacaq nə? Feil sifət. Məsələn, yazılacaq məktub. Hansı məktub? Yazılacaq. Deməli, buradakı acaq nədir? Feil sifət şəkilçisidir. Əgər nə sualına cavab verirsə, isim düzəldən leksik şəkilçisidir. Necə? Ta ki, maşına yanacaq, vurdu. Nə vurdu? Deməli, burada yanmaq feilindən, təbii ki, bu şey deyirik də, dizel, benzin deyirik ki, bunlar yanacaqdır da elə. Acaq-əcək, həmin o maşına yanacaq, vurdu deyəndə, buradakı acaq-əcək feildə nə düzəldib? İsim düzəldib. Sual da nədir? Nə vurdu? Yəni, qeyri-qəti gələcək, qeyri və ya təsirlik haldadır. Nəyi sualın verəcək? Nə vurdu və yaxud da ki, nə də verə bilərsiniz, fərqi yoxdur. Burada deməli nə düzəldib? İsim düzəldib. Bax, cümlə belə verilə bilər. Gələcək, sizinlə gələcək. Gələcək, sizinlə gələcək. O şey mənasında deyil ki. Birinci gələcək, yəni inşallah ki, gələcəyiniz olacaq, tələbəli falan. O
O gələcəkdən söhbət gedir. Deməli, nə edəcək gələcək? Nə gələcək? Həmin o gələcəkdir. Keçmiş, gələcək ismi yoxdur. Gəlmək feilindən gələcək. Deyirəm bala, gələcəyin parlaq olsun. Həmin o gələcəkdən söhbət gedir. Arzu edirəm ki, elə parlaq olsun gələcək. Yəni siz yaxşı olsunuz, gələcək yaxşı gələcək. Siz bərbad olsunuz, gələcək anormal gələcək. Beyin errordur. Bəli, gəlmək istəməyəcək. Neçəyə gəldi dostum? 5. Hə. Sonra uşaqlar, hələ vaxtımıza bir 3-4 dəqiqə var. Orada deyim, feilin təsdiq və inkar feillər. Problem var burada. Təsdiq feillərdə hərəkətin icrası təsdiqdir. İnkarın şəkil lisansıdır. Ma üstü 2. Bəzən də m, bəli. Niyə m? Uşaqlar, indiki zamanda, bayaq dedim, indiki zamanda yazır, təsdiqdir, inkar nədir? Yazmır. Bir də qeyri-qəti gələcək zaman şəkil lisansıdır. R üstü 2. Qeyri-qəti gələcək zamanın inkarında R üstü 2'nin özü də dəyişəcək olacaq az üstü 2. Az üstü 2, az əz. Yəni necə? Yazar, bunu təsdiqdir, eləmi? İnkarı nə olacaq? Ay sol, yazmaz. Sözün kökü yazdı. Bu bitişdiriciləri inkardır. Az da qeyri-qəti gələcək zaman. Yəni inkarlıq şəkilçisi iki yerdə saitini itirəcək. Bir indiki zamanda, bir də qeyri-qəti gələcək zamanda. Bir də uşaqlar, inkarlığı yaradan bir sözümüz var. Deyil hissəci sözüdür. Məsələn, onu da digər nitq hissələrində işlətmək olar da. Kitab maraqlıdır, təsdiqdədir. Maraqlı deyil, inkardadır. Bir də lazım şəklinin şəkilçisində qəbul etmiş feillərin inkarı deyil hissəci ilə. Yazılası, yazılmayası yox, yazılası deyil, oxunası deyil. Bu qədər. Sual olan var? Dərsimiz bitdi. Sağ olun, növbət dərslərdə görüşənədək. Vur.